həcc ziyarətində idik və çoxlu dualar elədik vətənimiz üçün. Və bütün zəvvarlarımız hər yerdə dualar edirdilər. Bu çox gözəl bir hissdir ki, harda olsaq da, gözəl yerlərdə, müqəddəs yerlərdə hər zaman zəvvarlarımız dua edirlər xalqımız üçün, bu gözəl vətənimiz üçün. Minada, Arafatda dualar yüksəldi səmaya. Dualar etdik xalqımız üçün, dövlətimiz üçün, rəhbərimiz üçün. Ey Rəbbimiz, bizim bu gözəl vətənimizi qoru, xalqımızı qoru. Ey Rəbbimiz, xalqımıza verdiyin bu böyük neməti, qərarlı və cəsur rəhbərimizi qoru hər zaman. Çünki biz gördük Qarabağ savaşı zamanı necə bir liderlik minlərlə ürəyi bir yumruq kimi birləşdirdi. Necə iradə qələbəyə çevrildi. Ona görə hər zaman zəvvarlarımız dua edirlər. Nə gözəl bir şey bu anları yaşamaq. Arafada, Minada, Müzdəlifədə, o gözəl yerlərdə. O zaman bütün zəvvarlarımız dua edir. Çünki güclü lider xalqın güzgüsüdür. Xalq ona baxar, ruhlanar, arxasınca inamla gedər. Zəvvarlarla bərabər ümumi liderimiz üçün dualar etdik. O müqəddəs torpaqlarda, yəni həqiqətən də dualarımızla yad etdik. Çünki o, xalqımızın səsini sustuğu zaman danışdırdı. Qürurumuz itmək üzərərkən yenidən ayağa qaldırdı. Düşünün, Heydər Əliyev ümumi liderimizə çoxlu dualar etdik. Çünki ən çətin günlərdə vətənin taleyi qaranlığa sürüklənərkən o gəldi və bu xalqı ölüm-dirim savaşından sabaha, sabitliyə, gələcəyə çıxardı. Həmçinin önümüzdə nə var? 15 iyun. Azərbaycanda Milli Qurtuluş Günü. Düşünün, 15 iyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün ümumi liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyuldu. Ona görə hər zaman dualar edirik. Mərhum ümumi liderimizə, Heydər Əliyevə Allah onun ruhunu şad eyləsin, qəni-qəni rəhmət eyləsin. İki dövlət, bir millət məsələsi. Görürsən, çadırlar var orada, Türkiyədən gələn zəvvarlar, yan-yana dalğalanan iki qürur simvolu. Azərbaycan və Türkiyə bayraqları asılıb. Nə gözəl bir şey. Düşünün, xətib kürsüyə çıxdı. Bu sözlərlə başladı. İki dövlət, bir millət. Nə gözəl bir sözlər. Yəni, düşünün, bu gözəllikləri insan o müqəddəs torpaqlarda yaşayır. Üçrəngli bayrağımızı qürurla asmışdıq. Sanki o müqəddəs torpaqlarda da dalğalanan Azərbaycan idi. Dualar edirdik. Düşünün, nə gözəl bir şey. Hər kəs əllərini qaldırır. Əmin-amanlıq, birlik, bərabərlik üçün dualar edirlər. İlahi bir yaxınlıq. Onlar təkcə bir ailənin deyil. Şəhidlərə bax, dualar edirdilər. Orada şəhidlərimiz üçün dualar, göz yaşları. Çünki onlar təkcə bir ailənin deyil, bütün bir millətin oğulları. Canlarını vətən torpağına fəda etdilər. Şəhidlərimizə çoxlu-çoxlu dualar elədik. Hər kəs orada dualar edirdilər. Çünki onlar xoşbəxtdirlər. Çünki geridə milyonların duası var. Baxın, milyonların duası. Qürurla yad edirlər hər yerdə, hər səcdədə, Minada, Arafada, Kəbədə. Onların ruhları azaddır. Azad etdikləri torpaq kimi. Onların adları qəlbimizdə əbədi yaşayır. Hər bayraq dalğalandıqca, hər əzan səsləndikcə, hər uşaq vətən deyəndə sən xatırlanırsan, ey şəhid. Əskərlərimizə dua etdik. Allah əskərlərimizi qorusun, ayaqlarını möhkəm eyləsin. Onlar ki, o qəhrəmanların oğullarımız ki, vətənimizi qoruyurlar. Onlar sipərdir, onlar qaladır. Onlar bizim ümidimizdir. Orada dualar etdik. Rəbbimiz dualarımızı qəbul eləsin. Yəni, bu gözəllikləri istədim dinləyicilərimizə paylaşaq ki, hər zaman nə gözəldir ki, gözəl yerlərdə xalqımız üçün, vətənimiz üçün, şəhidlərimiz üçün, əskərlərimiz üçün hamımız dua edirik. Həqiqətən də duaları qəbul edən uca Rəbbimiz hər zaman dualarımızı qəbul eləsin.